Tuz çox oldu deyəsən. Tuzu çox oldu uşaqlar deyəsən. Sağ ol xanım. Xanım sensən. O bir səhifənin canlıdakini bedne. Tuz ne yaman çox oldu az. Al bunu. Timur Hüseynzadə mənim səhifəmi bedin açı orada canlı. Nəfəs çox sağ ol canım. Deyir kim, deyirəm bedini açıq mənim səhifəmdən canlı, deyir kim sənin adına. Bacım mənim onun səhifəsini vermişdim ha. Maman işlədi. Yox, yatıb səhər tezdən gedəcək. Gülşən pişir və uşaqlarına. Gürcü xəngəl. Gülşən özü qayırır, satır da belə. Məbləği yığdın. Yox, 385 manatımız qalır. Deyim belə gürzə pişirir, özü satır. Dima bağlı, çox tavsiyəm. Neçə bilmirəm. Ne yazıb? Denən nə? Bu üstüne koyduğum gülcü xəngəlidir, Gülşən qayırır. Bu da gürzədir, onu da Gülşən qayırır. Qayırır, satır da. Biraz gülcü xəngəli qaynadım, biraz da gürzə qaynadıb yeyərəm. Qayırıq nədir? Yəni qayırıq da. Qayırır, restorana verir də. Nə hazırlayıb. Bedni Timur səhifəsində canlı açıq. Onun səhifəsi də. Mənim səhifəm deyil o. Amma tuzu çox oldu uşaqlar. Qırbora. Qırbor oldu. Çok sağ ol.
Kürən hazır olar. Tezdir hələ. Mən də toxum istəyirəm. Nə toxumu? Toxum nədir aybaş? Toxum vaxtıdır, qışdır, yazda toxumu yazda əkirlər. Görən pişlər ay uşaqlar. Suyu dəyişəcəm uşaqlar. Suyu şeydir. Çox duzlu oldu. Duzu çarıxdım, lop belədi getdi içinə. Yetersen ay bırak. Bismillahirrahmanirrahim. Tezden kaynatsın. Acından öldü, ölmez, acından niye ölürsen? Görən pişməyəyi desəm. İlk dəfədir Gülşənin pişirdiyi Gürcü xəngəlinə yiyəcəm. İlk dəfədir. Qatıqlayıb. Yağ var. Bunun yağı var da özünün. Belə mürəbbəli yağ vursam olar. Bunun içində yağ var da, buna yağ vurmurlar ha. Getdik ilk dəfədə. Qəşəkdə ama suyu biraz azdı. Uy su yaxır, su yaxır. Püstür. Özüne məxsus pişirib. Ama biraz çok kaynat, biraz da kaynatmalıydım. Tel götürdüm, acından ölürüm. Olsun, olmayacak. Gülşen pişirib. Mamam pişirmiyor. Sen pişirmem sana. İçine bakın uşaqlar, içine et vurmayıb. İçine
ət vur ver. Ətdən çox soğan deyəcək. Az o boyda tuz vurmuştum, hiç tuz tadı yoktu. Bunu uşaqlar, mənim bacım Gülşən özü qayırır. Bunu qayırır, sonra bir restorana verir, başa düşür, restoranda satır bunu. Restorana satır, restorandan satır. Özü pişirir bunu. Deyib, bax belə də pişiribdir. İndi bu gürcü xəngəlidir. Bu da gürzədir. Bunun hamısını özü qayırıb. Baxın. İndi bunu qaynadıb, bundan da yeyəşim. Su qoymuşam. Mən birincisi nə restorana gedirəm, nə yeyib içməyə gedirəm, nə də məni qonaq çağıran var işinə vaxtdandır. Mən Bərdiyə gələndən mən heç ara nə qonaq çağıran var, nə restorana gedirəm. Bacı, heç belə pul da qıymıram ki, gedəm nəyəsə verəm, nəsə alam yeyəm. Öz evimə gedəndə də buradan yeməkdən, içməkdən, nəsə kartofdan, soğandan aparırdım ki, evim daş qalmayayım. Orada daş qalmayayım. Nəyəsə pul verməyim. İndi də mən nəyəsə pul xaçlayacaq kimi bir lüksum yoxdur. Çünki mənim anamın dərman pulu var. Mən də evim eşiyim orada qoyub, gəlib oturmuşam burada, anama dərman pulu yığıram. Əgər lazım olsa, gedib oturardım orada, deyərdim ki, ay gözəl izləyicilərim, baxın, mən bu buranı düzəltmək istəyirəm. Bax, 5 dənə sement lazımdır mənə. 3 dənə filan şey lazımdır mənə. Qırımın neçəsini yiyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 5 dənə gürcü xəngəli, 10 dənə, 11, 12, 13, 14, 15 dənəsi bəsimdir uşaqlar. 5 dənə bundan yedim, 15 dənə də gürcüdə bəsdir. 15, 16, 17, 18, 19, 20 dənə olsun da, kütüy olsun. Günahdır. Tehrəqəm günahdır. Mənə qarğış eləyər sonra yemək. Yəni yemədim. Sonra yemək mənə deyər ki, mən niyə yemədim. Kartımıza bu arada pul gəldi. Təşəkkür eləyək. Nisə xanım 1 manat atıbdı. Çox sağ olun Nisə xanım. Allah var eləsin. Çiminiz dolu olsun. Allah ürəyinizə görə versin. Çox sağ olun. Az ye, dərman al. Yaxşı.
nuş olsun. Çok sağ olun. Ben de mantı pişirmişim bugün. Bunu Gülşen ayda bir dəfə pişirir, her gün pişirir, satır. Bir manat 60 qəpik gəldi yoldan. Çox sağ olun. Allah ürəyinizə görə versin. Nə niyyətlə atmışsınız, Allah qəbul eləsin. Çox təşəkkür edirəm. Çox sağ olun. Allah var eləsin. Cibiniz dolu olsun. Çox sağ olun. Nə qədər qaldı deyəcəm üstə. Baxın. Min 620 manatdan 1620 manatdan çıxır 238. Düz demədim. Qoyam. Düz demədim. 620 manatdan 620'dən çıxın 238 manat. Ne yaxşı moderator gəldi az. Yapışır ya. İndi ben bu gürzəni nə tər yiyeyim uşaqlar? Yiyir yenə nağar birini yaşamaq üçün yemək lazımdır da. Və mən tanımış adamam. Və mən yiyib enerji yığmalıyam ki canını aça bilim. Və mən yiyənməsəm mətər canını açaram. Sonra emcək yağı tökdüm uşaqlar. Bəh. Emcək yağı o qədər gözəldir ki. Ülviyə xanım 2 manat attı. Çox sağ olun Ülviyə xanım. Baş şəhərəm qarşınızda. Allah var eləsin. Cibiniz dolu olsun. Minnətdaram. Allah ürəyinizə görə versin. Yağın adı emcək yağı. Gürsə de yiyeyim, özümü doyurum. Mesela akşam yemeği. Moderatorlarım hoş gelmişsiniz. Size kurban olun. Çatıma bakın. Gitmeyin.
Mantı pişir buxarda. Onu buxara nətər qoya bilmədim də qaynatdım. Day bacım, mən qorxdum. Allah qorxdum. Hey! Sən düz edirsən. Nə ilə bağlı? Dəmirin altını su. Yox, içərisi də olsun deyirləmişəm, bacı. Bacı. Qaqa. Qoy görüm anam işinə götür vaz. Qoy görüm işləsə. Qoy bir doğru. Gürcə suda qaynayır. Hasarda qaynarsa qaynat ki geçsin. Qarnına yemek geçsin sen de. Suda qaynadı, buxarda qaynadı, odda qaynadı, küldə qaynadı. Qarnına yemek geçsin. O belə olmur, bu belə olmur. Ye geçsin az. Anam səhiyyədə işləyir, xadiməçi işləyir. Allah kömək olsun. Çox sağ olun. N I R R Nirveliru N I R N R I A D I Loveliglu R I A D I K O F I Ç K T A L. Ne oldu indi? R I A D I K P K L. Çok sağ olun. Cebiniz dolu olsun. Teşekkür ederim. Allah var eylesin. Cebiniz dolu olsun. Demek buraya yazılıb ki, benim hakkımda ne düşünürsen Allah sana 2 mislini versin. Maşallah çok oldu edersen bacım. Bu Allah sen sakla. Bu Allah sen sakla. Sual verir de. Suala 10 dəfə cavab verirsən, 1000 dəfə cavab verərsən. Bu kadar yiyirsə. Yemek yemekten ötərindir. Yemek yemirsiniz siz. Nurayne xanım, öpürəm sən, cibin dolu olsun. Ne dedin? Ne dedin? Ne dedim?